Vaxtınız xeyirli olsun. Uğura doğru bir addım layihəmizdə xoş gördük sizləri. Layihəmizin bugünkü qonağı diş texniki hörmətli Tural Nağıyevdir. Tural müəllim, xoş gəlmisiniz. Xoş gördük. Mən də sizi salamlayıram. Dəvətiniz üçün təşəkkür edirəm və belə gözəl şərait yaratdığınız üçün sizə minnətdaram. Tural müəllim, bilirsiniz ki, bu yaxınlarda Azərbaycan-İsrail ticarət evi açıldı və həmin o ticarət evində sizin də layihələriniz təmsil olunur. Ticarət evi ilə bağlı, sizin işlərinizlə bağlı sizə bir neçə sual vermək istərdim. Hörmətli Tural bəy, laboratoriyanızın fəaliyyət sahəsi nədir? Laboratoriyamız müasir stomatoloji texnologiyalara əsaslanaraq diş protezləri, estetik restavrasiyalar, vinir, zirkon, metal keramika, implant üstü körpülər, eləcə də katkam əsaslı individual konstruksiyalar hazırlayır. Niyə məhz stomatologiya sahəsini seçmisiniz? Bu sahəni seçməyində əsas məqsəd həm dəqiqlik, həm yaradıcılıqdır. Texniki iş həm sənət, həm də mühəndislik tələb edir və bu mənə çox motivasiya verir. Sizin üçün yaxşı stomatoloqu fərqləndirən əsas xüsusiyyətlər hansılardır? Dəqiqlik, texnologiyaya açıq olmaq, ölçünün və məlumatların düzgün götürülməsi və ötürülməsi laboratoriya şəraitində, texniklə operativ əməkdaşlıq. İstehsalda istifadə etdiyiniz materiallar hansılardır? Zirkon bloklar, litium disilikat, IMAX və 3D çap üçün yüksək keyfiyyətli resinlərdən istifadə edirik. Keyfiyyət standartlarına necə əməl olunur? Hər iş üçün individual iş kartı açılır, ölçülər rəqəmsal sistemdə yoxlanılır, iş təhvilindən əvvəl 2 mərhələli daxili kontrol həyata keçirilir. 3D skan və 3D çap texnologiyasından istifadə edirsinizmi? Bəli, rəqəmsal iş axınını tamamilə dəstəkləyirik. Intraoral skanerlərdən alınan fayllarda 3D modellər və digər konstruksiyalar hazırlayırıq. Ən çox istifadə etdiyiniz müasir texnologiyalar hansılardır? Katkam sistemləri, 3D printerlər, rəqəmsal skanlar. Özünüzü 5 il sonra stomatologiyanın, diş texnikinin hansı sahəsində görürsünüz? Rəqəmsal stomatologiya üzrə daha da ixtisaslaşmış və tam avtomatlaşdırılmış iş axınının idarə edən bir texnik kimi görürəm. Tural müəllim, biz sizin işinizlə yaxından tanışıq və necə məşhur bir diş texniki olduğunuzu bilirik və yeni texnologiyalar üzrə, ən son müasir texnologiyalar üzrə çalışdığınızı bilirik. Və belə bir sualımız var ki, təhlükəsizlik və sterilizasiya sistemini necə qurmusunuz? Əslində biz bunu bilirik. Sadəcə olaraq tamaşaçılarımıza sizin tərəfinizdən bildirilməsini istərdik. İstehsalat sahəsi üzrə özəl sterilizasiya protokolları mövcuddur. Alətlər yüksək temperaturda, özəl məhlullarda dezinfeksiya edilir və iş kabineti gün ərzində mütəmadi təmizlənir. Azərbaycan-İsrail ticarət evinin dəstəyi ilə stomatoloji texnika sektorunda hansı yenilikləri tanımaq istərdiniz? Rəqəmsal skan, dizayn, çap prosesinin geniş tətbiqi, biomaterialların yenilənməsi və yüksək dəqiqlikli İsrail avadanlıqlarının ölkədə tanıdılması. İsrail stomatoloji avadanlıqları ilə əməkdaşlıqda Azərbaycan-İsrail ticarət evinin rolunu necə qiymətləndirirsiniz? Trade House düzgün avadanlıq seçimi, texniki dəstək və təlimlərdə mühüm rol oynayır. Əməkdaşlığa çox faydalı olacağını düşünürəm. Ticarət evi platformasında hansı məhsul və xidmətlərinizi təqdim etmək istərdiniz? Əsasən zirkon və IMAX işlər, estetik vinirlər, implant üstü körpülər, 3D çap işləri və laboratoriya üzrə təlimlər. Səhiyyə və stomatoloji brendlərlə Azərbaycan-İsrail ticarət evi üzərindən əməkdaşlıq potensialını necə görürsünüz? Çox yüksək. Trade House həm distribusiya, həm də beynəlxalq əlaqələr yaratmaq üçün çox güclü bir platform olduğunu düşünürəm. Eynən, ticarət evi strukturu daxilində laboratoriyanızın rolunu necə təsvir edirsiniz? Rəqəmsal stomatologiya üzrə pilot laboratoriya kimi yeni avadanlıqların tətbiqi və sınağı üzrə əsas tərəfdaş qismində iştirak edə biləcəyimi düşünürəm. Tural bəy, əslində işinizin çox çətin, çox məsuliyyətli, cürbəcür insanlarla rastlaşırsınız hər gün. Çox məsuliyyətli bir işinizin olduğunu bilirik və bu məsuliyyətli işdən sizə uğurlar arzulayırıq. Müsahibəyə vaxt ayırdığınız üçün sizə təşəkkür edirik. Azərbaycan-İsrail ticarət evi olaraq əməkdaşlığımız davamlı olmasını arzulayırıq. Təşəkkür edirik gəldiyiniz üçün. Çox təşəkkür edirəm.